Son zamanlar ən çox eşitdiyim nədir? Mən ətrafımdakı insanlar üçün hər şey edirəm. Çox fədakarlıq edirəm. Amma mənə lazım olanda heç kim yanımda olmur. Heç kim mənə dəstək olmur kimi düşüncələrdən. Və bu insanlar üçün böyük bir duyğusal çətinlik yaradır. Və bunun sayı artdıqca təbii ki, gətirir artıq emosional, psixoloji problemlərə, narahatçılıqların yaranmasına səbəb olur. Əslində, insanlar üçün etdiyiniz fədakarlığı ona görə edirsiniz ki, yəni mən sənə bunu edirəm, sən də mənə bunu et. Gözləntin qarşındakı insandan eyni davranışı olur. Və qarşıdakindən da eyni davranışı görməndə təbii ki, sən sarsıntı keçirirsən. Ümumiyyətlə münasibətlərdə, bütün addımlarınızda, qərarlarınızda, davranışlarınızda balansı saxlamaq lazımdır. Hər atdığınız addımda bir ilk öncə özünüzü sorğulamalısınız. Bunu həqiqətən qarşılıq gözləmədən etmək istəyirsənmi? O zaman